Bugünkü buraxılış suallarıyla tanış olaq. Dear Jessica, salam Jessica. Thank you for applying for the job as a lawyer. Hüquqşünas kimi işə müraciət etdiyin üçün təşəkkür edirik. We would like to invite you for an interview at 11 a.m. on Tuesday. Biz səni saat 11-də çərşənbə axşamı intervyuya dəvət edirik. September 21st at our office. Sentyabrın 21-i ofisimizdə. You will meet with the head of our company. Sən bizim şirkətin müdiri ilə tanış olacaqsın. Emily White, and the interview will last for about 25 minutes. Emily White ilə tanış olacaqsın və interview müsahibə yəni 45 dəqiqə çəkəcək. If you have any questions or wish to change the interview date, please ring or email me by September 12th. Əgər hər hansı bir sualın olarsa və yaxud da müsahibənin gününü dəyişmək istəyirsənsə, zəhmət olmasa sentyabrın 12-sinə kimi mənimlə əlaqə saxla. Mənə zəng et və yaxud da mənə e-mail yaz. Best regards, Sophia Harris, HR Assistant. Sevgilərlə, Sophia Harris, HR köməkçisi. İnsan resursları köməkçisi. The job interview will last less than half an hour. Yarım saatdan az çəkəcək. Xeyr. Burada yarım saat demir. A variantı səhvdir. Çünki 45 dəqiqə çəkəcəyini qeyd edir. Jessica applied for the job at the head of the company. O işə şirkətin müdürü kimi müraciət etmişdi. Xeyr, o işə lawyer kimi müraciət etmişdi. Baxın. Burada var. Lawyer. Səlqəsiz yazdım. Hüquqşünas kimi müraciət etmişdim. Bir variantımız da səhvdir. Emily White will meet with Sophia Harris if Jessica changes the interview date. Emily White, Sophia Harris'lə Jessica müsahibə günü dəyişərsə görüşəcək. Xeyr. Müsahibə günü dəyişəcəksə bu zaman Sophia ilə əlaqə saxlamalı idi. If Jessica has any questions, she won't be able to phone or email assistant. Əgər Jessica'nın hər hansı bir sualı olarsa, bu zaman HR assistantı ilə ona müraciət edə bilməz. Bu səhvdir. D variant da səhvdir. Jessica is invited to the interview on September 21st. Jessica sentyabrın 21-i müsahibəyə dəvət olunur. Bəli, cavab düzgündür, İbəndir. Join our summer camp for kids today. Bugün uşaqlar üçün yay kampına qoşulun. We have fun games, arts and competitions. Bizim oyunlarımız, incəsənət, yəni təhsil incəsənətimiz, rəsmlərimiz və yarışlarımız olacaq. You can also make new friends here. Siz burada yeni dostlarla qazana bilərsiniz. There will be a special discount for the second child of the same family. Eyni ailənin ikinci uşağına xüsusi endirim olacaq. It is the last day for signing up. Qeydiyyatdan keçmək üçün son gündür. Only one child from family is allowed to attend the camp. Xeyr. Yalnız ailədən bir uşaq qoşula bilməz. Hətta ikinci uşağa endirim var. Signing up for the camp will last till the end of the next week. Gələn həftənin sonuna kimi qeydiyyat var. Burada qeydiyyatda yazır ki, bugün son gündür. Söhbət gələn həftədən geçmir, ona görə bir də səhvdir. The camp provides children with different activities. Bəli, düzgündür. Kamp müxtəlif aktivitelər üçün uşaqları təmin edir, düzgündür. The second child of family can attend the camp for free. Kamp uşaqları deyək, the second child, ikinci uşaq kampa pulsuz gəlir. Xeyr, pulsuz gəlmir. Discount var. Baxın, bu sizə baxın, discount, endirim var. Ona görə deyib, bəndimizdə səhvdir. Discount is for all kids who can participate in the camp. Endirim kampda iştirak edən bütün şagirdlərədir. Xeyr. Cavabımız Sibəndir. Hi Jane, salam Jane. You are invited to my birthday party. Sən mənim ad günü partimə dəvətlisən. It will be on Saturday at 3 p.m. at my house. Saat 3-də şənbə günü keçiriləcək mənim evimdə. You have to wear a special costume for the birthday party. Xüsusi kostyum geyməlisən mənim partim üçün. See you soon.
Hələlik görüşənədək kindly Carla. The birthday party will be held in the restaurant. Ad günü partisi restoranda keçiriləcək. Xeyr, o evində deyir keçirəcək. The visitors should wear official dress for the birthday. Rəsmi geyim geyinməlidir. Special costume o biri variantlara baxaq. Jane can participate at the party on Monday. Xeyr, Monday yox, Saturday dedi. Carla will celebrate her birthday alone. Xeyr, tək qeyd etmir axı, dəvət edir dostlarını. Jane should wear a specific dress for the birthday. Xüsusi geyim geyinməli. Burada cavab iyi bəndidir. Official rəsmidir. Biraz official alınmır. Specific olacaq burada cavabımız. Keçək digər suallara. Bir dəqiqə. Mətnə baxaq. Lake Aral or the Aral Sea is situated in Central Asia. Aral gölü və yaxud da Aral dənizi Mərkəzi Asiyada yerləşir. The name of the sea means Sea of Islands because of the many islands in it. Onun adı adadakı dənizlər adlanır çünki orada çoxlu adalar var. The Aral Sea has two main sources of water and the Amu Darya and Sir Darya rivers. Aral dənizinin iki əsas su mənbəyi vardır ki, onlar Amu Darya və Sir Darya çaylardır. It has cold winters and hot summers. Soyuq qış və isti yaylar olur. The area gets very little rainfall. Həmin əraziyə çox az yağış damcısı düşür. The Aral Sea was one of the fourth largest lake in the world. Aral dənizi dördüncü dünyanın ən böyük dənizidir. However, the sea started to disappear in 1960s. Baxmayaraq ki, dəniz 1960-cı ildə yox olmağa başladı. As most of the river water which ran to the Aral Sea was used for watering cotton fields before it reached the sea. Və çox çay suları kimi Aral dənizinə tökülən çay suları nə üçün istifadə olunur? Dənizə çatmamışdan əvvəl pambıq tarlalarını suvarmaq üçün istifadə olunur. So the direction of these rivers changed və beləliklə bu çayın istiqaməti dəyişdi. At the end of 1900s, illərin sonunda the sea lost as much water that three different parts of the sea were formed. 1900-cü illərin sonlarında artıq dəniz öz suyunu itirməyə başladı. Və dünyada və üç müxtəlif hissələr yarandı dənizdə. The changes to the Aral Sea are a serious danger for the environment and human health. Aral dənizində olan dəyişikliklər ətraf mühit üçün və insan sağlamlığı üçün çox təhlükəli oldu. In the past, the Aral Sea had plenty of fish and sea products. Keçmişdə Aral dənizi çoxlu balıqlar və dəniz məhsulları vardı. Now freshwater sources are reduced and health problems have appeared. Və bu günlərdə təmiz su mənbələri azalıb və sağlamlıq problemləri meydana gəldi. The fishing business in the area is destroyed və balıq biznesi ərazidə dağılıb. Today only 10% of the sea exists and it will get dry in future. Bu günlərdə dənizin yalnız 10% mövcuddur və gələcəkdə daha da quruyacaq. Choose the correct answer to the question. Düzgün sual cavab verin. What was the purpose of changing directions of river running to the Aral Sea? Aral dənizinə tökülən çayın öz istiqamətini dəyişməsinin əsas məqsədi nə idi? To find new water resources. Baxın bu cümləni tapaq. For however it cold winters and hot summers. Environment. However, the sea started to disappear. Direction hardaydı bu cümle. The direction of this river changed at the end of low it reached the sun to reduce the water of the Aral Sea. So the direction for watering cotton fields. Ve burada cevabımız iyi bəndə olacaq. Çünki pambıq tarlaları suvardığı üçün onun istiqaməti dəyişir.
9-a baxırıq. What's the passage mainly about? Mətn nə haqqında idi? The island surrounded by the ocean. The rivers water and cotton fields. The sea in danger of disappearing. Fish and other sea products. The island surrounded by the Aral Sea. The pet Aral Sea. The climate of Aral Sea. Danger of disappearing. Cavabımız bir bəndə olar. Təhlükədə olan, yox olmaq təhlükəsində olan dəniz. 10-ca baxırıq. The Aral Sea. The Aral Sea has warm winters and cold summers. Haradaydı bu cümlə? Two main resources has cold winters and hot summers. Bəli, burada cavab elə idi. Burada warm winter, cold summers derim. Yox, bu A səhvdir. Is full of fresh water sources. Səhvdir. Gained a lot of hair. Is now used for the receives water from the main two water sources. Biz əsas su mənbəyini iki mənbədən alır. Cavab İ bəndidir. Burada B'dir. Yaxşı qeyd eləmədim. B'dir. Burada isə İ'dir. 11-ə baxırıq. Choose a false statement according to the passage. Səhv variantı axtarırıq. Today the Aral Sea is one of the world's largest lakes. Dünyanın ən böyük göllərindən biri deyil. Bəli, cavab İ bəndidir. Düz yazıblar burada. 12'ye baxırıq. Which statement are true according to the passage? As the Aral Sea dries, it becomes a danger for the environment. Bəli, bir düzdür. İkinciyə baxırıq. Three parts were formed on the Aral Sea because of the heavy rainfalls. They will rise in the future to the only little part of the... 1-3'tür burada cevap. 1-3. 13'e baxaq. The language courses. Baxın, courses sözü cəmdədir. Ona görə cəm verilməlidir. 2-3 düz yazıblar. Bəndi. 14'e baxırıq. The post office, the bank was open. Not only but also olmazaq iyi olar. Neither the post office nor the bank was open. Nə post office açıq idi, nə də bank. I don't think you haven't olmaz. Don't have olmalıydı. Will be able to. Cavabımız C bəndi. Mən düşünmürəm ki, bütün mətni 2 həftədə yaza bilərəm. 16'ya baxırıq. Last month var. Keçmiş zaman var. Ona görə D bəndi düz yazıblar. Düzdür. 17'ye baxırıq. I like these trousers but I don't like its color. This olmazsa zoz ola bilərmi? Ancaq its olmalıdır. Çünki itsdən sonra isim gəlir. 18'e baxırıq. Opposite deyir. Begin başlamaq. Start başlamaq. Yox, səhv yaz baxır. Agree, razılaşma, accept, qəbul etmək. Forget, remember olmalıdır. Unutmaq, yadda saxlamaq. Person who is head of a school. Məktəbin müdürü, principal gedir. Operator olmaz, hairdresser olmaz. Deer have long legs. Deer cəmdədir. Have long legs. Cəmdədir. Doesn't getdi. Have-sə niyə have veribsiz ki? Burada cavabımız don't say olacaq. Have əsas feildir. Ona görə don't say olmalıdır. Davam edirik. 21'e baxırıq. Exhibition. Exhibition sərgidir. Dessert. Çərəz. Desire, arzulamaq. A strong wish to have or to do something. Deməli, arzulamaq olacaq. Yazaq. 3'də A. 2'də dessert. Sweet food eaten at the end of a meal. Bəli. Yeməyin sonunda yeyilən şirin bir şeylər. Bir bəndi. Exhibition. Strong. Public show of art. CBA. Səhv yazıblar bunda. Cavab burada C bəndi olacaq. C bəndi. 22'ye baxırıq. Mike laid the bed as soon as he got home. Laid on olmaz. Laid the bed. Laid for the bed. Laid of the bed. Laid the bed. As soon as he got home. Laid on the bed. Laid with the bed. On the bed. Okay olsun on. I met old friend
I met an old friend in the street. Cavabsi olacaq. While I was on my way home. Mən evə gedərkən yolda, küçədə köhnə dostumla tanış oldum. 24-də baxaq. Someone stole his suitcase a few days ago. A few days ago. Deməli, keçmiş zamandadır cümləmiz. His suitcase was stolen a few days ago. Düzgündür. Yaza bilmədim. Ey bəndidir. Niyə açılmadı bu? Nəsə, 25'e baxırıq. Which pairs are synonyms? Hansılar sinonimdir? Correct, düzgün, true olsun. Empty, boş, crowded, dolu. Difference, bəli, 1-4. Burada cavab düzgündür. Nəsə, qələm aça bilmədim yazmaq üçün. Hə. Gəldi. Deməli, burada 1, 4. Burada isə ey bəndi. Düzgün cavabdır. Belə. Sualınız olarsa şərhlərə yaza bilərsiniz. Kanalımıza abunə olub like etməyi unutmayın. Hələlik.